Salam, xoş gördük hörmətli izləyicilər. Bugün sizə həm maraqlı, həm də bir tarixi çəkiliş təqdim edəcəyik. Belə ki, şəhid Azərbaycanın milli qəhrəmanı Polkovnik Leytenant Şirin Mirzəyevin döyüşçüləri bugün də onun adını qəlblərində və rəsmi olaraq yaşadırlar. Ancaq biz düşündük ki, Şirin Mirzəyevin adı əbədiləşib, həm dövlət tərəfindən, həm də onun döyüşçüləri, onu tanıyanlar tərəfindən o qəlblərdə yaşayır və adı əbədiləşib. Bəlkə də yeganə komandirdir ki, onun döyüşçüləri onun adı ilə özlərini adlandırırlar. Və düşündük ki, bu Mirzəyevçilər bir günü təyin edək və bizim də adımız əbədi olaraq yaşasın, elə komandirin adı yaşadığı kimi. Bu günlərin Mirzəyevçilər bir araya gəliblər. Yəni ilk olaraq burada görüşümüzdən sonra biz birgə söhbət edəcəyik, müəyyən məsələləri müzakirə edəcəyik və ondan sonra bir gün təyin edəcəyik ki, Mirzəyevçilər günü olsun. Və hər il bunu qeyd eləmək üçün bir araya gələrik və bizdən sonraki nəsillər də bir Mirzəyevçi günün qeyd eləyərlər. Gördüyünüz kimi artıq Mirzəyevçilər yavaş-yavaş toplaşırlar, görüşürlər. Beləliklə ilk olaraq görüşlərimiz davam eləyir. Mirzəyevçilər bildiyiniz kimi Respublikanın hər bir yerindən gəliblər, döyüşüblər Qarabağda və odur ki, ilkin olaraq bölgələrdən gələnlər yavaş-yavaş gəlirlər. İnşallah gəlib toplaşandan sonra görüşümüz davam edəcək, müəyyən söhbətlərimiz olacaq. Öncə də dediyimiz kimi yeganə bəlkə də komandirdir ki, onun adı ilə döyüşçülər özlərini adlandırırlar və birgə bir müzakirəmiz olandan sonra bir Mirzəyevçilər günün təsis edəcəyik. Xoş gördük hər birinizi. Gün o gün olsun ki, bu görüşlərimiz davamlı olsun. Gördüyünüz kimi Mirzəyevçilər gəlməkdə davam edirlər. Xoş gəliblər. Abi varız, hoş gördük. Abi varız. Bugünümüzde bir şükür. Bir şükür. İbadet oynatırsan. Hoş gördük. Hoş gördük. Hoş gördük. Şakir hoş gördük. Öpürəm. Öpürük səni. Həmişəki kimi silah əlində. Gəl bir çayda. Gördüyünüz kimi Mirzəyevçilər artıq gəlirlər. Heyf cavanlığım getdi əlimdən. Gəncliyi əlimdən verdim, qocaldım. Çox güllü bağçanın bülbülü oldum. Hər güldən birini dərdim qocaldım. Mən də çox görmüşəm laləli çəmən. Məndən inciməsin hər nazik bədən. Əvvəldən dostluğun zəliliyəm mən. Dost üçün sinəmi gərdim qocaldım. Bugün biz bura, bu dostlar ki yığışıb, Allah can sağlığı versin. Can sağlığı. Qocalsaq da dostluğumuz əbədi olsun. Burada məqsədlə yığışmışıq, sonra onları da danışacağıq. Çox sağ ol, minnətlərim. Şakirin dəvəti ilə, Şakirin təşəbbüsü ilə görə. Ruhumuz cavandır, cismimiz qocalsa da ruhumuz cavandır. Çox sağ olun ki, belə bir təşəbbüsə qoşulmusunuz və fəallıq göstərsiniz və ardı var. Mirzəyevçilərin gəlişi davam eləyir, xoş gəliblər. Köhnə telefondakı şəkillərdən Ay salam aleyküm. Ay salam. Adamsan aman yox. Salam, salam, salam. Xoş gördük hər birinizi. Məni üzürlü hesab eləyib, mən görüşə bilmirəm, amma çəkilişdən sonra görüşürəm. Salam Maşallah, aktivlik var, gəlirlər. Aman yox.
Vəziyyət çətin. Bax bu həqiqi medala tərtib olması qəhrəman oğlandır. 2 yaralını 14 kilometr düşmənin içərisindən azadlanmanı sürüb çıxardı. Allah ömür versin. Allah haqqı xaliqindi. Qədirin bilmirik bir-birimizin. Hərəsi bir qəhrəman. Ona deyil, nə ona gelip. Allah can sağlığı versin hər birinizə. Allah salamat eləsin. Bu biz həmişə demişik, bu günlərin o Mirzəyevçilərin hamısını bura yığmaq mümkün deyil və onlar da öz fikirlərini bildiriblər ki, sizin fikriniz elə bizim fikrimizdir. Çünki elə əvvəldən bizim komandirimiz ətrafında birləşən bax bu oğlanlar və bu günlərin burada iştirak eləməyənlər hamısının bir əqidəsi, bir sözü olub, bir söhbəti olub ki, biz torpaq üçün, vətən üçün biz yəni döyüşürük və xidmət edirik. Bu günlərin də açığı hamını bura yığmaq mümkün deyil, amma ürəkləri buradadır. Bir daha sizlərə təşəkkür eləyirik. Bu günümüz mübarək olsun. Müzakirəmiz davam eləyəcək. Bu da bir tarixdir, bir yaddaşdır. Gələcək nəsillərə qalmaq üçün bir özümüzü bir nətər deyirlər, bir tarixə salırıq, əbədiləşdiririk. Allah hər birinizə ömür versin və fəallıq davam eləyir. Hələ ardı var. Bu da Qazi qardaşımız Mahirdir. Bunlar bir tarixi gündür, tarixi görüşdür. Kifayət qədər yaşlaşıblar. Bax var idi ki, bunlar gənc döyüşçülər idi. Allah hər birinə ömür versin. Mirzəyevçilərin gəlişi davam eləyir. Kod adı Hindistan Bey. Şirimizin batalyonunun ilk kəşfiyyatçılarından edir. Allah ömür versin. Buna 7. Kəşfiyyat komandiri. Buna 7 əhvər məndən. Bu da Lamadan gəlmə Polukda Rey olub. Mənim adım elə deyil. Lamadan gəlmə. O toy çəkilişində şamil deyir ya, onun yeri göstərin ya, o hep İsrail'den Bu kimdir mi? Görüşümüz davam eləyir. Görüşlərimiz gəlir. Nadir Həkim. Nadir Həkim də gəldi. Salam mülük. Salam mülük. Hoş gördük doktor. Nətərsən? Mirzəyevçilər cəm olur. Almadı. Tamam. Mete sorma. Mete zor şakirmen. Deyir ki, 92'nin mayın 15'ində deyir 2 saat əsildə Mirzəyevçilərin gəlişi davam eləyir. Qazi qardaşımız Şamildir. Bu günə şükürlər olsun ki, Hadi senden de. Salam. Allah tamam. bu günə şükürlər olsun. Mirzəyevçilər yenidən bir aradadılar. Buranı da çeker. Duyar o onlar. Arxiv materiallardan yəqin ki izləmisiniz. Onlar o zamanlar gənc oğlanlar idilər. Allah hər birinə ömür versin. Bu günlərində görüşürlər. Nə bilir o? Və belə görüşlərimiz inşallah davamlı olacaq. Gördüyünüz kimi Mirzəyevçilər bu abidənin önünə gəliblər. Gəliblər şəhidlərimizi ziyarət eləməyə. Biz həmişə deyirik ki, bir şəhidimizi ziyarət eləməklə cəmi şəhidlərimizi sanki ziyarət eləmiş olur. Ruhları şad olsun. Bir
Mirzəyevçilər şəhidlərin önünə gələrək onlara öz ehtiramlarını bildirirlər. Ruhları şad olsun. Və bilirik ki, şəhidlərimizin ruhu şaddır. Çünki onlar bu torpaq üçün canlarını fəda etdilər və işğalda olmuş torpaqlarımız artıq azad olmuşdur. Ruhları şad olsun. Biz yenə də deyirik, bizim şəhidlərimizin hardasa stenti olduğu yer, məzarları olduğu yeri biz ziyarət eləyəndə sanki bütün cəmi şəhidlərimizi ziyarət eləmiş oluruq. Ruhları şad olsun. Ruhları şad olsun. Əziz qardaşlar, bura yığışmamızın bir məqsədi var ki, Şirin Mirzəyevçilər burada var. Düzdür, hamı bura gələ bilməyib, hamı burada yoxdur. Amma biz istədik ki, bir Mirzəyevçilər günü təsis olunsun. Odur ki, bir günü təyin eləyək. Mən elə istərdim burada məclisimizdə, bura yığışanların içərisində arkadaş buradadır. Arkadaş, elə ilk sözü sənə verək, sən öz fikrini bildir. Ondan sonra fikirlərimizi bildirək hər birimiz. Buyur. Əvvəla salamlayıram hamınızı, xoş gördük. Söz verdiyinizə görə minnətdaram, çox sağ olun. Mən də bu təkliflə razıyam və ürəyimcə oldu ki, biz bir Mirzəyevçilər günü təsis eləyəcəyik və bugün ilin bir günü, yəni bizim üçün Mirzəyevçilərin toplantı günü, həm də bugün də tək Mirzəyevçilər yox, biz nəzərdə tuturuq ki, şəhid ailələri, qazilər, qazilərin övladları, yəni mülki adamlar, kim olur olsun Azərbaycanı təmsil eləyən bu ölkənin vətəndaşları, əgər ürəyi istəyirsə, bu tədbirdə eləmək istəyirsə, hər biri dəvətlidir, hər birinin eləmək haqqı və imkanı olsun. Bu Mirzəyevçilər gününü mən fikirləşdim ki, Şirin Mirzəyevin doğum gününü biz qeyd edirik, xatirə günü kimi qeyd edirik onun həlak olduğu günü. Bir də bizim Şirin Mirzəyevin adına verilmiş 836 nömrəli hərbi hissənin, yəni mən aydınlıq gətirim ki, 836 nömrəli hərbi hissənin yaradan Şirin Mirzəyev və Şirin Mirzəyevçilər olubdur. Və bu Şirin Mirzəyev həlak olandan sonra Mirzəyevçilər qərar verdilər ki, biz 836 nömrəli hərbi hissəyə qəhrəmanımız, komandirimiz Şirin Mirzəyevin adını verilsin və bu təkliflə müraciət elədik Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Müdafiə Nazirliyi də bu qərarı qəbul elədi. 31 avqust 1992-ci ildə 836 nömrəli hərbi hissəyə Şirin Mirzəyevin adı verildi. Və bugün də mən təklif eləyirəm ki, Mirzəyevçilər günü kimi 31 avqustu biz qəbul eləyək. Bizim bugündən belə, yəni hər il üçün görüş günümüz, bir növ, necə deyim, dostluq günümüz, bayram günümüz bu şəkildə qəbul eləyək və davam eləyək. İnşallah. İndi elə yaxşı olar ki, burada olan qardaşlar da öz fikirlərini bildirsinlər. Elə Pərviz qardaşım, siz də özünüzü təqdim edin və münasibətinizi bildirin. Münasibətim çox yaxşı, salamlayıram hamını, hər kəsi. Əzizov Pərviz, Ağdam sakini. Bugün də Pərvizin ad günüdür, təbrik Mən ona edirik. görə də çox danışmıram.
Ol. Elə Rey qardaşımız da, sən də qardaş öz münasibətini bildir. Biley Kərimoğlu, Şirin Mirzəyevin batalyon əsgəri. Mən də yığışmışıq, razıyam bu gün qeyd edilməsina. Amma 31 avqustu mən dağlarda eləyəndə çağırarsınız. İnşallah, Çünki inşallah. üstü gündür, zarafat elə təbii ki. Əsgər Fidari İstanbulu Şıqbabalı kəndindən. Mən də bu günü qəbul edirəm. İnşallah 31 avqust bizim üçün tarixi bir günə gün olar. Biz onu həmişə yığışarıq qeyd edirik. Sağ olun. Məmmədov Əkbər Musoğlu, Ağdam şəhəri. Mən də qəbul edirəm, dostlarla şərikəm. 31 avqust inşallah Mirzəyevçilər günü qəbul edirik və həmin günü hər bir dəfə olmaqla inşallah görüşəcəyik. İndi ola bilər ki, məsələn, avqustun 31-də yığışa kimisə vaxt olmaya, ya iş olar, gəlməyəm, amma o bir il inşallah yəni damad olaraq yığışarıq, qeyd edərik Allahın köməkliyi ilə. Ruzayev Mahir Xıdırlı kəndindən. Mən də deyilən sözlərə razıyam. 31 avqustu həmişə Mirzəyevçilər günü kimi qeyd eləməyə mən də razıyam. Allah canınızı sağ eləsin. Əlif Mübarək Lənkəranoğlu. Mən də Fəxrəddin müəllim dediyi sahiblə razıyam 31 avqust. İnşallah yaxşı olar hər şey. Mən də Rəhimli Nazir, Kənan Nadir Vəkil 31 avqust Mirzəyevçilər günü kimi qeyd olunmasının tərəfindəyəm və o günü bizim hamımızın elə fikirləşirəm ki, doğmamızın, əzizimizin, silahdaşımızın günü kimi qeyd edilməyə mən də tərəfdaram. Mən Bağırov Teoman Süleymanoğlu Seyid Sakin. Bu günü mən o söhbət qoyulanda mən dedim ki, həmən gün hansısa bir günə əsaslanmalıdır. Ki adama sual verirlər ki, bir balaca mı, böyük mü? Deyər qardaş, bu nə gündür? Bu nəyə görə o günə saldınız? Bax, bu çox xoşum gəldi mənim ki, bu günə olmağı, bu ad günü, bu qeyd eləməyimiz həmən günə əsaslanır. Əsas bunun kökü olmalıdır. Kök olmasa, havadan, məsələn, ayrı bir ayda, ayrı bir günə də salmaq olur. Amma bu günün imin, həmən gün olmağı çox gözəl. Çox bəyənilsin, sağ ol. Allah canını sağ olasın. Amma Abdullayev Tahir Abdullaoğlu Bağbanlar Təndi. Mən də razıyam qardaşlarla 31-i Mirzəyevçilər günü kimi qeyd olunmağının tərəfdarıyam. Kəlli mən də qardaşlarla razıyam. Bu bizim özümüzün bir bayram günümüz olacaq. Mirzəyevçilər günü. Sağ ol. gözəl. Buyurun oğlum. Mən də yoldaşlarım təklifi ilə razıyam. 31 avqustu bizim Mirzəyevçilər günü təyin olunmasını alqışlayıram. Sizin arzularınıza qoşuluram, hədiyyə. O Bəhmən Vətənoğlu deyir, mən özüm də dərk etmirəm bu dünyada mən kiməm. Necə deyim, verməyəcəm, ömrü badə mən kiməm. Mən Maqsudlu kəndindən müəllim olaraq neçə mühəndisin, alimin, əsgərin, zabitin, müəllim yetişdirən bir müəlliməm. Sonradan da qələmimi silaha dəyişib, özüm də Şirin Mirzəyev kimi qəhrəmanın tələbəsi olaraq sizlərə qoşulmuşam. Bundan da qürur duyuram. Allah sizləri qorusun, nə yaxşı ki varsınız deyirəm. Sağ olun. Camolov Bəhruz, Salihoğlu, Seyid kəndindən. Mən də bugünkü günü Mirzəyevçilər günü qeyd eləməyə razıyam. Allah hər bir kəsə can sağlığı versin. Allah bizim qəhrəmanımız, yəni o səcdə etdiyimiz insana da Allah rəhmət eləsin. Elə hamıya Allah can sağlığı versin. Bu ad gününü biz qeyd eləyək. Belə deyək ki, ad günü olur da bizim, yəni Mirzəyevçilər günü. Onun da deyildi kimi, yəni o kökü olması üçün lap gözəl oldu. Mirzəyevin adına, yəni batalyonun verilmə tarixi. O da bizim olsun yaranan günümüz Mirzəyevçilər günü. Hər birinizi təbrik edirəm bərabərdən. Çox sağ olun. Ağdam rayonlu Xaçın Dəlbək kəndi Hüseyin Xanlar Sabahın oldu. Mən də bəyəndən avqustun 31-i Mirzəyevçilər günü olmağın, mən də dəstəkləyirəm. Uzaqdan gələn qonaqlarımızı xoş gəldin deyirəm.
əziyyət çəkiblər. Gör bizdəki münasibətə bax, bir-birə hörmətə bax ki, oradan bura vuruş gəlirlər bizim yanımıza. Bu günü qeyd eləmək üçün. Qoy gələcək nəsil üçün bu bir nümunə olsun. Ki, belə bir adamlar olub, belə bir nümayəndələrimiz olub, belə bir kollektivimiz olub. Bu günü yaradıblar. Mən də təbrik edirəm, mən də bəyənirəm bir şəhid qardaş olaraq, Mirzəyevçi olaraq. Təbrik edirəm hamısını. Mirzəyevçilərin hamısını təbrik edirəm ki, bundan da yüksək iş görməliyik biz. Gələcək nəsil üçün ki, bilsin ki, biz də varıq. Heç kim dünyanı tut gedəslər. Çox sağ olun. Buyurun. Mən Hüseyin Çingiz Xasın Dəlbəkəndi. Deyirəm, yoldaşları şəriki olan hamısına 31 avqust həmən günü hamımızı yığışan, qeyd edəyən. Gələn yoldaşlarımız xoş gəlib, uzaq yol gəliblər hamısını salamlayıram. Çox sağ olun. Sağ olun. Buyurun. Cəfərov Xalim Baxşeşoğlu Cinli kəndindən. Mən də 31 avqust Mirzəyevçilər günü kimi qəbul olunmasını çox tərəfdarıyam, çox gözəl bir gündür. İnşallah havasından, şəraitindən nasıl olmaq rey qardaş. Gələrik, hamıda əqidəmiz bir, görüşərik, bəli. Oralarda havalar yaxşıdır. İnşallah çox gözəl bir gündür. Həl əhval eləməyiniz, belə bir görüşməyiniz bizim üçün gələcək nəsillər üçün də bir nümunədir. Sağ olun. Sağ olun. Mən Hüseynov Rəhman Eldaroğlu, Ağdam sakini. Mən də ağsaqqal qardaşlarımızın, komandirlərimizin sözünə öz rəyimi, müsbət rəyimi bildirirəm ki, 31 avqust Mirzəyevçilər günü qeyd olunmağına amin deyirəm. Var olun, qardaşlarımın hamısını salamlayıb, bağırma basıram, var olasınız. Buyurun. Əskərov Aras Arifoğlu, Şifabalı kəndindən Mirzəyevçi. İlk öncə Mirzəyevçi qardaşlarımın hər birini salamlayıram. Fəxrəddin bəyin təklif elədiyi 31 avqust tarixini və əsaslandırdığı tarixi mən də digər qardaşlarım kimi dəstəkləyirəm və qəbul edirəm ki, 31 avqust Mirzəyevçilər günü kimi qeyd olunsun. Sağ olun. Adım Vafiq Hüseynoğlu, Seyit kəndindənəm. Ölümdən Mirzəyevçilərdə, ilk döyüşçülərdənəm. Bugünkü günü Mirzəyevçilər günü. Hamımız yəni dəstəkləyirik ki, o günü qeyd eləyək. Allah komandirimiz Şirin Mirzəyevə rəhmət eləsin, arkadaş komandirimizə də Allah can sağlığı versin, onun saqqallığına, Şamil qardaşım, müəllimin, elə bunu davam eləyəyim, bizim balalarımız gələcəkdə davam eləsinlər. Yəni bugünkü gün həmişə yaşasın da, biz də onu şahidiyik, yəni bugünkü gündə biz də onu istəyirik ki, Şirin Mirzəyevçilər günü 31 avqust qeyd olunsun. Biz də orada Allah sağlam can versin, qardaşlara orada iştirak eləyədilər. Allah bütün şəhidlərimizə rəhmət. Allah'a can sağ olun. Qardaşlar, mən hər birinizə xoş gəlmişsiniz deyirəm. Allah sizləri qorusun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah bütün Şirin Mirzəyevçi qardaşlarımıza can sağlığı versin. Vaxtından tez dünyasını dəyişmiş qardaşlarımız, döyüşçü qardaşlarımız olub, Allah onlara da rəhmət eləsin. Əziz qardaşlar, bugünkü gün buraya yığışmağımız bir önəmli gündür ki, yəni bir neçə Mirzəyevçi qardaşlarımız bir yerdədir. Bundan da böyük ola bilərdi, inşallah bundan da böyük olacaqdır. Komandirimiz Şirin Mirzəyev Allah rəhmət eləsin. Çünki Şirin Mirzəyev Azərbaycanın iç milli ordusunun bünövrəsini qoyan bir insan olub. Və Şirin Mirzəyevi hamımız tanıyırıq ki, həqiqətən Peyğəmbər kimi bir insan olub. Allah qəni-qəni rəhmət eləsin. Onu bugünkü günə qədər, bax o günü Şirin Mirzəyevçilərin bax belə bir yerdə olmasın, o komandirin özünə olan əskərlərə qarşı olan sevgisi olubdur. Çünki Şirin Mirzəyev yəni sıradan bir komandir olmayıbdır. Şirin Mirzəyev hər bir əskərlə görüşəndə də o nətər münasibətinə görüşürdü, nətər yaxınlıq eləyirdi. Ona görə də biz onu davam elətdirmək istəyirik bu gündən sonra. Mən də qardaşların dediyi fikirlərlə razıyam. İnşallah Allah bizə ömür gün versin, onu yaşadaq. Həm özümüz görüşək, həm də elə bax belə davam elətdirək.
Allah sizleri var eylesin. Kardeş. Maşın sürmürsən o. Nətərsiniz? Havar nə yox? Sağ ol Mahir. Bilirik ki özün burada olmasan da ürəyin buradadır. Kardeş məlumun olsun da 31 Avqustda Mirzəyevçilər günü qeyd olunacaq inşallah. İnşallah belə bir qərara gəlib. 140 gəlirlər, nə tərəfin torbuza belə Nə qədər çıxarsanız mənim də deyim sizlər. Allah sizlərə deyim. Öpürəm, öpürəm. Belə belə. Çox sağ olun qardaşlar. Mən hər birinizə təşəkkür eləyirəm. Sözümüzün əvvəlində də dedik. Çünki bu günlərin Mirzəyevçilərin hamısı burada yoxdur, amma ürəkləri buradadır. Düzü biz qrupda söhbət eləyən vaxtı belə qəlbimə bir fikir gəldi ki, bizim də bir günümüz olsun. Çünki beynəlxalq günlər olur, amma komandirin adını daşıyan, onunla fəxr eləyən Mirzəyevçilərin özünün bir günü yoxdur. Düzü ilk olaraq mən bunu ideya olaraq təşəbbüs elədim və sizlər də yanımızda oldunuz. Şəxsən mənim yanımda oldu. Bu bir daha göstərir ki, Mirzəyevçilərin birliyin göstərir. Bir o vaxtı nətər ki, vətən uğrunda birgə olub döyüşüblər, bu günlərində bu birliyi göstərdiniz. Mən sizin hər birinizə çox sağ ol deyib və təşəkkür edirəm. Və diqqətinizə çatdırım ki, bizim bu günlərin 31 Avqust təyin olunan günümüz gələcəkdə bizdən sonra da gələn nəsillər bunu qeyd olunacaq və respublika səviyyəsində qeyd olunacaq. Biz gələcəkdə dünyasının dəyişmiş Mirzəyevçilərin evlatlarını dəvət eləyəcəyik. Şəhid ailələrini, rayon ictimaiyyətinin nümayəndələrini, fəxri qonaqları və digər şəxsləri dəvət eləyib bu gündə iştirak eləməyini, bu görüşdə olmağını nəzərlərinə çatdıracağıq. Bir daha hər birinizə mən təşəkkür edirəm. Artıq gün ortadır, nahar vaxtıdır. Çörəyimizi yeyən, yenidən çay süfrəsi arxasında söhbətimizi davam elətdirərik. Məni lent aldığına görə də Rey qardaşıma xüsusi təşəkkür edirəm. Qardaşlar, mən Şakir qardaşıma xüsusi təşəkkür eləmək istəyirəm. Çünki Şakir qardaşımız ilk gündən bu Şirin Mirzəyevçi həm döyüşçü kimi, həm operator kimi bu proseslərin hamısını çəkibdir. Bu gün də bunu davam elətdirir. Məsələn, o gün bizim Ağdamda böyük tədbirimiz oldu. Yəni biz ora çox adam dəvət, amma Şakir qardaşımız o videonu çəkməyə həqiqətən bizim hamımızın ürəyimizdə oldu. Ona görə də qardaş, Allah sağ can sağlığı versin, Allah sağ ömür versin, elə həmişə bizim bu tədbirləri sən çəkəcəksən. Sağ olun. Mən bilirəm ki, yəni belə bütün kiminsə bu Mirzəyevçilərin nə tədbiri olsa, məni həmişə dəvət eləyirlər, mən də böyük məmnuniyyətlə gedirəm və mənim bu günlərin Arxiv TV olaraq göstərdiyim fəaliyyətim sizlərdən asılıdır və sizlər mənim həmişə yanımdasınız. Açığını səmimi deyim, həm maddi, həm mənəvi həmişə yanımdasınız. Bir daha sizlərə təşəkkür edirəm. Rey, bir daha sənə yenə təşəkkür edirəm. Sağ ol Rey qardaşımız, sağ ol. Ölümün arzusu, muradı Şuşadadır, Laçındadır. Ana unutmaz evladı. Qoynumda yatmağım gəlir, vətənə getməyim gəlir. Təbib Loğmanlı Kəlbəcər, təbabəti dildə əzbər, zirə, kəkotu, qantəpər, yamacda bitməyim gəlir, vətənə getməyim gəlir. Ağdamımın gözəl çağı, gülablı damcı bulağı, Xocalıda el harayı, haraya getməyim gəlir, vətənə getməyim gəlir. Nə ola, millətim ayla, İgid elində sayla, Füzulidən Cəbrayla elçiliyə getməyim gəlir, vətənə getməyim gəlir. Nəbi Arazı adlıya, düşmənin bağrı çatlıya, Qubadlıdan Zəngilana bir səfər etməyim gəlir, vətənə getməyim gəlir, vətənə getməyim gəlir. Sağ olun. Hə qardaş, gəldik bu günlərin görüşdüyü Rey qardaşım. İndi bir görüşümüzdən bir təəssüratını bizimlə bölüşsən daha gözəl olar. Şakir qardaş, çox sağ ol. Çox gözəl bir görüş oldu. Ağdamda Mirzəyevçilər gəldilər, görüşdülər. İndi hamısı olmasa da bir qismi buradaydı, toplaşdıq, dərdləşdik, çay içdik. Şəhidlərimizin məzarlarını ziyarət elədik, ruhları şad olsun. Çox gözəl təəssüratla qayıdıram. 31 Avqustda bundan sonra Mirzəyevçilər günü olacaqdır. Bizim
batalyonun döyüşçüləri, alayın döyüşçüləri o günü qeyd edəcəklər. Çox gözəl belə xoş təəssüratla qayıtdım. Hər şey də gözəl oldu. Təşəbbüskar sən idin və belə deyək də ağsaqqallı da arkadaş, digər qardaşlar burada Şamil, nə bilim elə hamısı, rəhbər, sağ olsunlar, yaxşı da təşkil olundu, yüksək səviyyədə var olun. Allah qoysa gələ bu 31 avqustda görüşərik inşallah. Sizlər də çox sağ olun ki, yəni bunu bir təşəbbüsə qoşuldunuz, canı dildən qoşuldunuz. Bənə. Allah canınızı sağ eləsin. Sağ ol Şakir, sağ ol. Bu doğrudan da lazım idi, bir Mirzəyevçilər günü bizə lazım idi və sizlər də elə bu təşəbbüsə qoşuldunuz. Həmişə bir yerdə olduğumuz kimi bu günlərində burada olmayanlar olsa da, amma əqidəmiz, fikrimiz bir yerdə oldu. Bu günü bir təyin edə bildik. Rusiyada yaşayan qardaşlarımız var. Hamı gələ bilmədi ki, elə gələnlər burada oldu. Çox gözəl oldu, xoş oldu. Uğurlar olsun, Allah qismət eləsin, sağ-salamat. Yurt yerlərimiz azaddır, tikinti abadlıq gedir. Köçən orada 31 avqustu yüksək səviyyədə qeyd eləyən inşallah. Çox sağ ol Şakir, təşəkkür edirəm. Sağ ol, təşəkkür edirəm mən. Gəldik, günlərin görüşdük. İndi də bu hər kimi başlanğıc olduğu kimi bir də ondan yaxınlaşırıq. İndi hansı təəssüratları yarandı səndə? Hansı təəssüratların var? Şakir qardaşım, çox sağ ol, var ol. Bu təklif səndən gəldi. Yəni heç kəsin ağlına gəlmirdi ki, belə bir günün təsis olunması günü qeyd eləyək. Sən təklif verdin və qrupda paylaşdın bunu. Bu təklifini paylaşdın qrupda və Mirzəyevçilər də orada qərara gəldilər ki, bir günlər toplaşaq, həmin günü təyin eləyək. Bu gün də həm qardaşlarımızla, döyüş yoldaşlarımızla həm görüşdük. Uzun müddətli görüşmürdük. Bir belə çom bir yerdə, tək orada burada toyda, xeyirdə, şəhərdə görüşürdük, amma bu belə çom şəkildə görüşmürdük. Ona görə sənə bir daha da təşəkkür edirəm, minnətdarlıq edirəm ki, bizi həm görüşdürdün, həm də bu günləri Mirzəyevçilər günün təyin elədik. Avqust ayının 31-i Fəxrəddin bəy də təklif elədiyi kimi Şirin Mirzəyevin batalyonunun 836 nömrəli hərbi hissəyə adının verildiyi günü biz Mirzəyevçilər günü kimi qeyd edəcəyik. Bundan sonra inşallah növbəti avqust ayında bir daha bundan da geniş bir tərkibdə görüşərik. Sağ olun, var olun, hamınız sağ olun. Mirzəyevçilərin birliyi, gözəlliyi elə bundadır. Sağ olun. Sağ ol. Sağ ol. Mahir qardaşım, Qazi qardaşım, gəldik bu günlərin görüşdük, günümüzü də təyin elədik. Hansı təəssüratların var, elə bizimlə bir bölüşəsən? Qardaş, Allah canını sağ eləsin. Bu işin səbəbkarı sən oldun. Allah sağ dəyməsin. Amma bu məsələni sən qoydun ortaya. Bu təsis olunması, bu Mirzəyevçilər günü. Biz də gəldik, şükür qardaşlarımızla görüşdük. Çoxdan da görmədiyimiz qardaşlar var idi burada. Mirzəyevçi qardaşlarımız vardı. Allah canlarını sağ eləsin hamısını. Görüşdük, çox şad oldum. Belə də götürəndə bir bayram günü kimi biz bunu qeyd elədik. İnşallah 31 avqustda həmişə bu günü qeyd eləməyi özümüzdə bir borc kimi biləcəyik. Allah canlarınızı sağ eləsin, ömrünüzü uzun eləsin. Şakir, öpürəm səni, var olasan. Bu işlərin elə başda yaratıcısı sən oldun. Qardaşlarımız da bu günü təyin elədilər 31 avqust günü. Biz də məmnuniyyətlə bəyəndik. Yəni bəyəndik. Allah bir daha deyirəm, hər birimizi qorusun. İnşallah hər il bu günlərimizi qeyd eləməyə, bu günü qeyd eləməyimizi vacib bilməliyik, qeyd eləyəcəyik. Allah canını sağ eləsin. Sağ ol. Bunlar hamısı bizim birgə işimizdir. Çox sağ ol Qazi qardaş. Allah sağ dəyməsin. Sağ ol, sağ ol. Belə qardaşlar, gəldik, görüşdük. Mirzəyevçilər günü də təsis olundu. Mən istərdim bugünkü görüşünüzdən, ondan sonra həm də bu Mirzəyevçilər gününün təsis olunmasında bir öz təəssüratlarınızı bölüşəsiniz. Kimdən başlayaq? Buyurun. Məndən başlayaq. Buyurun. Deməli, bu günlər elə bir gün oldu ki, nə heç bir bayram, nə heç bir şənlik, nə heç bir yığıncaq bu günə çata bilməzdi. Köhnə döyüş yoldaşlarımız, o bir-birimizə arxalanıb döyüşə getdiyimiz qardaşlarımız, bundan gözəl bir yığıncaq, bir toplantı ola bilməzdi. Çox şadıq ki, bu qardaşlarımızla görüşdük. Həm özümüzə bir gün təsis elədik ki, avqustun 31-i bizim Mirzəyevçilər günü oldu. Bu çox gözəl gündür. Hamınıza uzun ömür, can sağlığı arzulayıram. Allah heç birimizə neyniyim, necəliyim qismət eləməsin.
Allah hamımızın işimizi avan eləsin. Bu günü də bizə çox görməsin. İnşallah yığışarıq. Burada, Ağdamda, nə bilim, Mingəçevirdə olan, Bakıda olan zəhləşərik. 31 avqustu öz günümüz kimi qeyd eləyərik həmişə. Bu qardaşlarımızla görüşməyimizin bir asıl bir yeri var ki, çox belə dəyərli qardaşlarımız gedib bir nə bilim qoyun otarmağa gedib yoldaş olmamışıq biz. Müharibəyə gedib yoldaş, dost olmuşuq. Allah hamısının kömək olsun. Sağ ol Şakir. Sağ da minnətdaram ki, bunu əbədiləşdirirsən, video alırsan, çəkiliş edirsən. Allah canını sağ olasın. Sağ ol, sağ olun. Buyurun. Elə Şamil qardaşım sən də öz təəssüratını. Tarık qardaşımız danışdı da, nə danışaq? Siz bugünkü təəssüratınız nə cür ayrılırsınız? Bugünkü gün belə bir ömrə yazılan bir gündür. Mən sizə bir söz deyim. Burada bizim o deyir hər cür dost olur. Yəni həyatda, amma bu müharibə dostları həqiqətən bambaşqadır da, həqiqətən ağır günlər, ağır o nətər deyim, o pis günlərdə bir yerdə olmaq, o qanlı qadalı günlərdə. Allah şəhidlərimizə rəhmət eləsin. Allah komandirimiz Şirin Mirzəyevə də rəhmət eləsin. Bugünkü günə görə də elə bütün qardaşlara sağ ol deyirəm ki, amma yığışdı gəldi bura. Bu 31-in qeyd elədik ki, yəni Mirzəyevçilər günü. Bu da elə Şakir qardaşımızın ideyasıdır. İndi kimlər nə fikirləşib, Allah canlarını sağ eləsin. Yəni bu lazımlı bir işdir. Çünki yəni büyündən sonra biz yəni belə deyək də ömür keçir, adam yaşlaşır da. Birdən deyirik ki, ay belə elə, amma insanın o deyirlər insanın qocalmayan yeri harası deyir dili. Bizim dilimiz o vaxtki dildir. Amma biz qocalmışıq. Nə edirəm? Yəni həqiqətən birdən görürsən ki, dünən bu maqnit qası büyün də var. Dünəndən biraz mənim də vəziyyətim biraz başqa cür idi, amma büyünlərim həqiqətən ürəyimiz açıldı, qəşək belə dostları, qardaşları gördük. Hamısına can sağlığı arzu edirəm. Allah sizləri var eləsin. Mən xoşbəxtəm ki, 91-ci ildə erməni təcavüzünün qarşısına əli silah götürüb bir yerdə çıxdım qardaşlarla bir gün büyünlə bir yerdəyik. Və bunlara da o gündə o silah götürən oğlanların o canında, qanında vətənə bağlılıq olub. O elə belə yerə silah götürmüyor. Mən sana söz deyirəm. Ona görə də hamınıza minnətdarlığımı bildirəm. Allah sizlərə ömür versin. Sağ olun. Əhmər qardaşım sən də öz təəssüratını. Büyük bir tarixi gün qeyd olundu. Bizim için ən əziz gün olur o 31 avqust. Mirzəyevçilər günüdür. Allah Taala cəmi şəhidlərimizə rəhmət eləsin. Allah Taala Mirzəyevçi qardaşların hamısının canını sağ eləsin. Bəli, indi qardaşlarımız, Şamil qardaşımın sözü olmasın. Ən gözəl günündə biri bugünküdür. Biz yəni bu qardaşlar bir yerdə görüşdük. Bunlar səmimi, etibarlı, bir-birimizə inanıb, etibar edib döyüşə getmiş qardaşlarıq. Bugünkü gündə də bir Allah da qismət eləməz mi? Hər bir gündə biz bir-birimizin yanındayıq. Sağ ol sən də. Sənin fikrin oldu, təşkilatçılıq elə sən oldun Şakir. Bugün də hamımız sən ideyana yığışdıq, bugünkünü təsdiq elədik. Allah canını sağ eləsin, Allah qismət eləsin. Yəni bugün burada olmayan Mirzəyevçi qardaşlarımız var. İnşallah qeyd elədiyimiz gələn günlərdə daha çox olarıq, daha hamımız bir yerdə yığışarıq. Yəni nə qədər biz varıq, Mirzəyevçilər günü, bayram günü qeyd olunacaq 31 avqust inşallah və biz bir yerdə olacağıq. Allah canını sağ eləsin, keyfinizi də kök eləsin. İnşallah. Buyurun həkim, siz də təəssüratınızı bölüşün. Mən də bu günü tarixi gün kimi qəbul edirəm. Çox sağ olun ki, Şakir müəllim sizin tərəfindən təklif olundu və 31 avqust ayında arkadaş üstündə vurğuladı ki, həmən gün olsun. Bizim hamımız bu sözü qəbul edirik. Kimi dindirsən, hər gün Şirin Mirzəyevçi günü kimi desən ki, hamı bunu qəbul edir. Amma ildə bir dəfə həmən gün olmaq daha yaxşıdır ki, biz hamımız həmən günü səbirsinə gözləyəcəyik. Həmən gündə çətin, ağır günləri, xatirələri xatırlayıb, Şirin Mirzəyevə də rəhmət oxuyacaq. Şirin Mirzəyev ölsə də hamımızın qəlbimizdə yaşayır. Allah ona rəhmət eləsin, qəbri nurla da olsun. Sizin də Allah canını sağ eləsin. Bu günü
təsis eləməyinizə görə də hər birinizə minnətdarım bildirirəm. Gözəl bir gün oldu, yadda qalan bir gün oldu. Keçmiş günləri xatırladıq. Gələcək üçün də hər bir quş qanatları ilə uçar, insan arzuları ilə. Bir çox arzularımız kimi 31 günü də bizim arzuladığımız bir gün olacaqdır. O günü səbirsindən gözləyəcəyik. İnşallah. Buyurun Ramiz bənim. Mən də dostların dedikləri sözlərə qoşuluram. 31 avqustun Mirzəyevçi günü kimi qeyd eləməyimizi alqışlayıram, tərəfdarıyam. Bu o demək deyil ki, təkcə biz 31 avqustda biz yığışaq bir yerə. Bu o deməkdir ki, mən belə hesab edirəm. Həmin günü bir yerdə olmasaq da bir-birimizə zəng eləyib təbrik eləməliyik ki, Şirin Mirzeyev günüdür. Əziz dostlarımızı təbrik eləyirik bu gün münasibətilə. O görüşmək məsələsi ilin hər hansı fəslində olsa da ola bilər. O ki, qaldı başqa arzular, o dahi şair Firdosiyə deyiblər, Şahnamə əsəri yaz, şahı təriflə. Gedir birinə məsləhət eləyir ki, mən nə cür tərif yazım ona. O da çoxlu məsləhət verir, deyir ki, kişiyə qayıdır, deyir ki, nə varsa da dedin sən, nə qaldı ki, deyim mən. İndi yoldaşların hamısı gözəl arzular bildirdilər, mən də o qalışı, o arzulara qoşulam, bu tədbiri alqışlayam, qoy dostluğumuz əbəd olsun, qoy rəhmətli komandirimizin ruhu şad olsun ki, biz onu hər an anırıq, hər an qəlbimizdədir. Sizin sözünüz olmasın, yaşadanlar yaşayır, biz də o kişini yaşatmalıyıq. Bu ənənəni də evlatlarımıza, yaxınlarımıza, elimizə, obamıza çatdırmalıyıq ki, qoy bu əbədi olaraq bilinsin ki, bu Ağdam ərazisində özünü müdafiə taborunu, batalyonunu yaradan o şəxs ki, heç bir təmənnasız gəldi, vətəni, torpaqları, kəndimizi, kəsəyimizi, rayonumuzu qorumaqdan ötəri bizləri başına yığdı. Siz də sağ olun ki, biz də sağ olaq ki, onun arzusuna qoşulduq, onun istəyini yerinə yetirməkdə əlimizdən gələni elədik. Sağ olun, var olun, Allah sizləri qorusun, dostluğumuz da əbəd olsun. Mən də yoldaşlar deyilir, hamısına qəbul edirəm, şərikəm. Sağ olsun, Allah hamısını canı sağ qeyd edib ki, onun tərəfdarıyıq. Bilmirəm mən. Çox sağ olun, var olun, çəkiş sopanıza görə. Sənə minnətdarıq. Sağ olasın. Biz Şirin Mirzeyev bizim kəndə gələndə Seyidli klubuna mən elə görmüşəm. Yəni hidayət də, yəni belə biz qiyaslı bağı vardı, biz orada təlim keçirdik. Allah hidayətə də rəhmət eləsin. Yəni bunu deməkdə məqsədim odur ki, bizim ən yaxın dostlarımız, hamımızın dostu qardaş, şəhid olublar. Fəxrəddin, Hidayət, Natiqimiz için gedib, yəni bir neçə adamlar da, yəni bugünkü gündə dostları görməyəndə həmişə boğuluruq özümüzdə. Özümə mən yer tapa bilmirəm. Yəni birinci əsgərlərdən olmuşuq, bizim komandirimiz də təsdiq edir ki, yəni biz demirik komandir, yəni əsgərlər olmuşuq. İlk qaranquşlar deyirdilər bizə. Biz Mirzeyevi elə bir həmişə özümüzə sərkərdə görmüşük, elə də olmuşuq. Allah Şirin Mirzeyev komandirimizə rəhmət eləsin. Yəqin onun əsgərləri də, yəni əsgər olub ki, komandir o cür ucalıb, onun milli qəhrəman olmağı elə bizim baş tacımızdır. Bu günlərin yəni Rafiq qardaşım, o komandirin adı ilə Mirzəyevçilər adlanır və bu gün də Mirzəyevçilər komandirin günü adı ilə təsis olunur. Mirzəyevçilər günüdür. Ayın 31-i komandirimiz Fəxrəddin qardaş da dedi, Allah kömək olsun, Şirin Mirzəyevçilər günü. Elə həyatda bizim arzuladığımız, bəlkə də yaşamaq istədiyimiz şeylər bunlardır ki, biz onu yaşayırıq, həyatın bir anıdır, torpaqlarımız qayıdır, yerimizdə yurdumuzdur. Allah bütün şəhidlərimizə, qalan ağsaqqallarımıza, qalan nə bilim dostlara, gəlməyənlərə Allah can sağlığı versin. Gələn dəfə yəqin ki, gələn il görüş keçirdərik. İnşallah. Allah kömək olsun. Çox sağ ol Şəkil müəllim, mənə söz verdiyinizə görə bu təşəbbüs irəli sürənlərin hamısına öz minnətdarlığımı bildirirəm. Mən də 31 avqust Şirin Mirzəyevin batalyonundan bu sevincinə qoşulam. Fəxrəddin müəllimə öz minnətdarlığımı bildirirəm. Ağsaqqalımızdır. İndi deyir mən dəyərsiz ağsaqqal elə, amma yox, o bizim həqiqətən də ağsaqqalımızdır. Allah canınızı sağ eləsin. Biz də yığışaq sizin böyrünüzə, başınıza. Bizim gələcək nəsil də görsün ki, biz Azərbaycanda qurulmuş bir ordu olmuşuq. Şirin Mirzeyev kimi sərkərdlərimiz olub və bu günü o milli qəhrəmandır. Azərbaycanın milli qəhrəmandır. Biz onunla fəxr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, xəstələrimizə Allah can sağlığı versin.
Allah sağ da dəyməsin ki, bu təşəbbüsü yaradıb bizi elə 2 aydan, 3 aydan bir komalanıb bir-biri görür. Bunun özü böyük şey. Sağ olun. Sağ olun. Buyur qardaşım. Mən də sizə çox təşəkkürüm bildirirəm. Fəxrəddin Rəcəbov qardaşım da təşəkkür edirəm. Digər yoldaşların hamısına minnətdarlığımı bildirirəm. Doğrudan da çox gözəl gündür. Bugünkü gün bizim demək olar ki, həyatımızda ən yaxşı bir günlərdən biri olacaq. Və keçmiş döyüşçü yoldaşlarımızı görmək, ondan sonra onların xatirələrimizi bölüşmək. Təəssüratımız çox yüksəkdir, əladır. Sağ olun, var olun. Allah ömür versin. O işğal olunmuş, azad olmuş ərazilərimizdə gedək, bax belə yığışaq, ondan sonra orada qeyd eləyək. Və bir də ki, bir şey qeyd edeyim ki, bugün bizim aramızda olmayan və bizlə bərabər döyüşən bizim yoldaşlarımız var ki, onlar da elə bu günlərdə biz onları anacağıq. Yəni, onlar dünyalarını dəyişiblər, Allah onlara da rəhmət edir, onlar da Mirzəyevçilərdir. Bütün komandirlərimizə, Qəmbərov Allah verdi, Şirin Mirzəyev, Natiq Cəmalov, bizim gözəl komandirlərimiz olub. Allah hamısına rəhmət eləsin. Biz həmişə onları anırıq və anacağıq, yaşadacağıq onları. Sağ olun, var olun. Bütün Mirzəyevçi qardaşlarımı salamlayıram. Bugünkü gün bizim üçün ən əziz və müqəddəs bir gündür. Ona görə ki, bugünkü gün Mirzəyevçilər günü ayın 31 avqust elan olundu. Bu bizim üçün ən böyük, əziz, unudulmaz bir xatirədir. Allah şəhidlərimizə rəhmət eləsin. Allah yaralı, qazi, veteran qardaşlarımızı qorusun. Bugünkü gün bizim üçün heç vaxt unudulmaz bir gün olacaq. Çox sağ olun, sizə təşəkkür edirəm. Həmişə bizləri işıqlandırır, mətbuatlarda göstərdiyinizə görə sizə təşəkkür edirəm. Sağ olun, hər birinizə sağ olun. Çox sağ olun. Bariz qardaşım, bax bu günlərin Mirzəyevçilər bura gəldilər, görüşdülər. Bir Mirzəyevçilər günü təsis olundu. Sənin təəssüratın nədir? Sənin fikrin nədir? Çox sağ olun. Allah sizdən razı olsun. Mən də çox razıyam sizdən. Yəni bir Mirzəyevçilər günümüz yox idi. Bu günlərin dedik ki, 31 avqust Mirzəyevçilər günü olsun. Yəni görüşəyin, belə bir günümüz olsun. Sən də fikrini bildir. Fikrim mən bildiririm ki, çox gözəl. Qarşılayıram, mən də bəyənirəm. Allah sizdən razı olsun. Çox sağ olun. Siz də sağ olun. Telman qardaşım, sizin fikirləriniz. Bugünkü bax bu görüşdən təəssüratlar. Allah canını sağ eləsin, ay operator qardaşımız. Ki əvvəldən bizim yanımızda olmusan, həmişə bizi tək qoymamısan, sağ ol. Çox sağ ol. Allah canını sağ eləsin. Mən bir dənə həmişə fikrim olubdu, indi də deyirəm ki, Allah rəhmət eləsin Elçibəyə. Elçibəyin bir fikri vardı, deyirdi ki, könüllü milli orduya gedən əskərin, gedən şəxsin hərəsi bir milli qəhrəmandır. Onun sözündə böyük həqiqət var idi. Könüllü, ora can atan oğlanın hərəsi bir milli qəhrəmandır. İndi Allah sizə dəyməsin, can sağlığı versin. Bugünkü gün də çox müqəddəs bir gündür, çox bəyənildim, çox ləzzət elədim. Ki, hansısa bir günü təyin eləmək, o günün harasa elə bir ki, onun kökü olmalıdır, kökü. Şükür Allaha ki, elə hamımızın fikrimiz üst-üstə düşdü, əla, çox gözəl. Allah canı sağlığı versin, Allah bütün Şirin Mirzəyevçiləri qorusun, hamısının canı sağ olsun, ömürləri uzun olsun. Şirin Mirzəyevçilərin hər biri fəxr edir ki, Şirin Mirzəyevçi adı daşıyırlar. Ondan da şərəfli, ona da şöhrətli bir adı yoxdur. Bugünkü gün çox gözəl, çox əla, bəyənilsin, sağ olun. Allah köməyiniz olsun. Sağda Allah uzun ömür versin ki, bəy, bugünkü gündə o avtomatda döyüşən günü də bir yerdə olduq. Çox sağ olun. Bu günlərin Bəhruz qardaşım, gəldik, görüşdük, bir Mirzəyevçilər günü təsis olundu. İndi tədbirimizin yekununa artıq yaxınlaşırıq. Sənin də bir təəssüratlarını eşitsək yaxşı olur. Təəssüratlarım odur ki, qardaş, bugünkü günü bizi görüşlərine şükür olsun. Allah bütün bu görüşlər iştirak edənlərin hər birinə uzun ömür, can sağlığı versin. Bugünkü günümüz, yəni yığışmaqda məqsədimiz biz o Mirzəyevçilərin günü qeyd eləmək idi. Onu da qeyd elədik. Çox gözəl. Yəni hamımız da bəyəndik, hamımız da razılaşdıq. Allah bugündən qalan gələn günlərimizi hamısını xoş eləsin. Belə hamıya bir daha deyirəm, uzun ömür, can sağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin. Qalanlarımıza can sağlığı versin. Bizim komandirimizə Allah
qəni-qəni rəhmət eləsin ki, bu günləri biz hər birimiz onun qəlbimizdə yaşadıq. Bu gün onun səsi ilə, belə bir şey, onun adı ilə yığışıb bir yerə yenə biz o birliyimizi qeyd edirik. Allah birliyimizi bizlərə çox görməsin. Allah hamıya bir daha deyirəm, can sağlığı versin. Allah sənə də uzun ömür, can sağlığı versin. Sən də bu günləri lentarırsan, yaşadırsan. Allah sənə də ömür gün versin, can sağlığı versin. Bugünkü günümüz bizim gələcəyimiz üçündür. Gələcəkdə yəni bizim arxamızda gələn yəni övladlarımız, balalarımız bilər ki, bu günlərimiz olubdur bizim. Bu da bizim bugünkü günümüz, yəni ordu günümüz, ordu yoldaşlarımız. O dar gündə bir-birimizə əl atdığımız, bir-birimizə rəhmət çıxdığımız qardaşlarla bir yerdəyik. Allah hamıya can sağlığı versin. Sənə də həmçinin. Çox sağ ol, var ol. Allah razı olsun. Sağ ol, Qazi qardaş, çox sağ ol. Sağ ol. Hə, Pərviz qardaşım, gəldik bu günlərin görüşdük. Mirzəyevçilər günündə təsis olundu, 31 avqustdur. Maşallah. Hə, sən də bir təəssüratını bölüş. Həm də sənin üçün bu günlərin 2 qat bayram oldu, hə? Sən bu gün həm də doğum günüdür. Təbrik edirik. Bütün Mirzəyevçilər adından. Öpürəm, var olasınız. Mən də avqustun 31-in hamı kimi dəstəklədim. Amin dedim. Bəli, düz deyirsiniz, bu gün həqiqətən 2 qat bayram oldu. Təşəkkür eləyirəm, var olasınız. Allah Taala şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Var olasan. Şakir sağlıqadan al. Sağ ol, öpürəm. Təbrik edirik daha doğum günündə. Bu ad günü heç yaddan çıxmaz. İnşallah. Arkadaş, bu günlərin görüşdük. Yəni bir Mirzəyevçilər günü təsis olundu. Çox sağ olsun. Hər birinizə mən təşəkkür eləyirəm ki, yəni bu təşəbbüsdə olundunuz və istərdim ki, o çəkilişimizin əvvəlində, görüşümüzün əvvəlində bir sən öz fikirlərini bildirmişdin. Bir yekun olaraq bir ağsaqqal kimi siz də bir öz təəssüratınızı bölüşəsiniz. Əvvəla onu qeyd eləmək istəyirəm ki, ilk yaranmış batalyonun, daha sonra batalyonun bazasında formalaşmış polkun bütün şəxsi heyəti bugün özünə Mirzəyevçi deyir. Özlərini Mirzəyevçilər adlandırırlar və bugünkü Şakir Məmmədovun təklifi ilə təsis olunmuş Mirzəyevçilər günü də hesab edirəm ki, bu Mirzəyevçiliyin bir davamı olaraq gəldi və bugün biz bu Mirzəyevçilər gününün təsisi ilə bağlı qərar qəbul elədik. Qərar qəbul elədik ki, hər il avqust ayının 31-i Mirzəyevçilər günü kimi qeyd olunsun və bugün tək Mirzəyevçilər üçün yox, şəhid ailələri, qazilər, vətənimizin hər bir vətəndaşı üçün bir görüş günü, bir bayram günü, qarşılıqlı anlaşma günü, söhbət günü kimi keçirilsin. Və mən belə hesab edirəm ki, bu günün gözəlliyi qarşımızda gələn avqust ayının 31-də daha parlaq görükəcək, daha bariz nümunəsini görəcəyik bu günün gözəlliyinin, bu günün nəticəsini, yəni qəbul olunan bu təklifin nəticəsini biz onda görəcəyik. Və hesab edirəm ki, bu Mirzəyevçilik artıq sadəcə sözdən bir ideyaya çevrilir. Adi bir sözdən artıq ideyaya çevrilir və hesab edirəm ki, bu ideya da gələcəkdə bizim ordumuzda, bizim gənclərimizin arasında, ümumiyyətcə bizim ölkəmizdə bir hərəkat kimi, bir vətən fədailərini yetişdirmək üçün, vətəni qorumaq üçün belə bir ideya olacaqdır. Bununla gənclərimiz bəhrələnəcəklər bu fikirdən, bu ideyadan. Mənim üçün bu çox sevindirici haldır ki, bunu biz bugün qəbul elədik və hesab edirəm ki, bu qəbul elədiyimiz qərar gələcəkdə daha çox necə deyirlər, öz bəhrəsini verəcək. Bəhrəsini verəcək. Və bəlkə də Mirzəyevçilər bununla da dayanmayacaqlar. Bu arzudan arzu doğar deyiblər. İnanıram ki,
Bu Mirzəyevçilər bu Mirzəyevçiliyi daha da təkmilləşdirəcəklər, daha da artıracaqlar, daha yeni nələrsə tapacaqlar, tətbiq edəcəklər. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bizim əqidə rəhbərimiz, əqidə dostumuz, sərkərdəmiz, komandirimiz Şirin Mirzəyev Allahdan rəhmət diləyirəm. Bu Mirzəyevçilik hamısı onun vətənimizə, ordumuza, millətimizə olan sədaqətindən doğub gəlibdir. Yenə də deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin, vətənimizə ağır günləri göstərməsin və sizə də Allah kömək olsun. Bu təklifi də siz vermişsiniz. Biz də çalışacağıq bu təklifin daha çox inkişaf eləməsini, bu təklifin daha gözəl həyata keçirilməsini təşkil eləyək, yerinə yetirək. Sağ olun, hamınıza sağlıq arzulayıram. Allah sizdən razı olsun. Allah ömür versin bütün qazilərimizə, millətimizə, vətənimizə. Təşəkkür. Vətənimdir namusumda, yarımda, şərəfimdə, şöhrətimdə, şanımda. Vətən eşqi Vətən eşqi axır damarlarımda. Onun üçün belə həyəcanlıyam. Dostlar bilin, mən Azərbaycanlıyam, mən Ağdamlıyam. Ay balam, ay canım, ay canım, balam, ay. Hörmətli izləyicilər, hər işin başlanğıcı var, sonu var. Bu günlərin Mirzəyevçilərin müəyyən bir hissəsi gəldi, görüşdülər və Mirzəyevçilər günü təsis olundu. Burada hər bir kəsin əziyyəti var. Mən səmimi olaraq deyim ki, burada əsasən mənim ideyamı da dedilər ki, təşəbbüsündə olmuşam. Ancaq bu işlərin nəticəyə gəlməsi hamımızın birgə əməyimizdir.
Ben isterdim ki bundan sonra Avqustun 31-i Mirzəyevçilər günündə hər bir Mirzəyevçilər iştirak etməsini canı dildən istəyirəm və gələcəkdə də bu davam edəcəkdir. Sağ olun, Allaha əmanət olaq. Mirzəyevçilər günündə görüşmək ümidi ilə sağ olun.